həmişə yiyib içməyə, gözəl günlərə, şənliyə gələk. Amin. Buradakı hər bir kəsin həyatında belə musiqi səsi eşidirsin, musiqi sadaları olsun. Təbrik edirəm, qardaş. Xoşbaxt olsunlar. Çox sağ olun bizə söz verdiyiniz üçün. Əli edər. Allah bu ocaqdan köçənlərin dünyasını dəyişənlərə rəhmət edir. Allah sənə, sənə xanımına gözəl gül balağını köçdün, evə xeyirli, dualı, ruzli, bərəkətli geçsin. Həmişə üzünüz gülər olsun. Həmişə həyata xoş sifətlə baxasınız. Bütün təbriklərə qoşulur bizdə. Biz də, mən də şəxsən öz adımdan, yoldaşlarımız adımdan sənə Allah bir xeyir versin deyir. Həmişə özün gülər olsun. Gələcəkdə bunlardan, bu gənc ailələrdən sonra ailə quracaq. Bütün gənclər bunlardan örnək görür. Yaxşı mənə. Təbrik edirəm. Allah mübarək olsun, Allah xoşbəxt olsun. Əvvəla hamımızı xoş gördük. Bugünkü məclisdə iştirak etmək bizim üçün sözün həqiqi mənasında qürur verici bir andır, histir. Çünki bugün bura eşitdik, bu toy məclisinin təyin olduğu günü bilən gündən həyəcanla bu məclisə iştirak üçün can atırdı və gəldi, çıxdı, həmin gün gəldi, yetişdi. Təbii ki, bunu qazanan Əli Heydərdir, bizim yaxın dostumuz, qardaşımız. Mən Əli Heydəri də, xanımın da, o cümlədən bəyimizin valideynini də səmimi qəlbdən təbrik edirəm. Evladları ailə qururlar və yəqin ki, bu çıxışlara qulaq asılacaq nə vaxtsa. Mən gənclərə arzum var qısa. Əvvəla arzu budur ki, xoşbaxt olsunlar, bu bir mənalıdır. İkincisi də həmişə güzəştə getməyi bacarsınlar bir-birinə. Çünki ailə kiçik bir dövlət deyirlər. Dövlətlər nə vaxt ki, güzəştə gedir, o qədər o vaxt böyüyürlər. Bu ailə də həmişə bir-birinə səbəbkarlar təbii ki, bəylə gəlin, bir-birinə güzəştə getməyi bacarsınlar. Güzəştə getdikləri qədər də böyüsünlər. Xoşbaxt olsunlar, sağ olun. Əli Heydər qardaş, təbrik edirəm, xoşbəxt olsunlar. Allah ballarımızı xoşbəxt eləsin, gözünüz aydın olsun, ürəkdən təbrik edirəm qardaş. Əvvəla hər kəs xoş gördük. Əli Heydər, təbrik edirik qardaş. Biz o vaxt bir yerdə oxuyanda həmişə arzu edirdik ki, kaş bir-birimizin övladlarının xeyirişində iştirak edək. İnşallah ki, o gün gəldi. Biz də iştirak edirik. Təbrik edirik gəncləri. Onlara xoşbəxtlik arzu edirik. İnşallah ki, mübarəkdir bu toyunuz. Hamınıza can sağlığı arzu edirəm. Mübarək olsun. Heydər, əziz qardaş, mən səni könül candan təbrik edirəm. Səndən böyüklərdən, böyüklərə göz aydınlığı verirəm. Sənə göz aydınlığı verirəm. Sənə göz aydınlığı verirəm. Bugünkü gündə bu səbəbkarlar var, iki balamız. Allah onları gün qutar eləsin. Bir-birinə can deyib, can eşitsinlər. Bu balı elinə, bu mutlu Sovetliyinə həmişə xeyir işə gələk. Sağ olun. Ki gəncimizi Allah xoşbəxt Mən də qardaşımız, dostumuz Əli Heydəri təbrik edirəm. Evladımız xoşbəxtlik arzu edirəm. Allah mübarək eləsin, Allah xoşbəxt eləsin. Gözəl musiqiçilərimizi də salamlayıram. Bizi bu Şirvan Aşıq Məktəbinin davamçıları olan Aşıq Rızanı salamlayıram. Allah can sağlığı versin. Bugün bizə qəlbən, ruhən, mənəvi bizə saflıq verdiniz, bizi mənəvi qidalandırdınız və davam edin. Allah sizə kömək olsun və bir daha bütün Respublikaya, Azərbaycanın, Şirvanın musiqisini tanıtmağı sizə arzu edirəm və biz bundan zövq alırıq. Və mən həmişə deyirəm ki, bu yoldaşlar hərəsi bir rayondan. Mən deyirdim ki, Şirvanın qidası da, musiqisi
ikisi də həqiqətən də özünə məxsusdur. Bunu siz sübut elədiniz. Təmiz səsinizlə, təmiz musiqinizlə. Allah sizə də can sağlığı versin. Allah toyunuzu mübarək eləsin. Sağ olun. Biz oynuyoruz. Şəhər qayıdırız. Biz oynuyoruz.